Uşaqlara tualet tərbiyəsi ümumiyyətlə 1 yaş, 2 yaş aralığında verilir. Bəzi valideynlər isə bunu 8 aylığında, bəziləri 2 yaşında, yaş yarımında, 1 yaşda və s. Amma doğru olan nədir? Ümumiyyətlə tualet tərbiyəsi belə deyil ki, valideyndən asılıdır. Yəni valideyn istəsə 2 yaşda verə bilər və yaxud 1 yaşda. Burada konkret bir zaman da yoxdur. Bu necə baş verir? Ən doğrusu və təbii yolu bioloji səbəblərdən qaynaqlanmalıdır. Yəni, uşağın bağırsağında sinir sistemi inkişaf edir. İlk növbədə uşaqda tualet tərbiyəsini vermək üçün biz onun bioloji inkişafını izləməliyik. Yəni, uşağın bağırsaq sistemi inkişaf etməlidir. Bu inkişafdan sonra biz hiss edəcəyik ki, uşağın davranışlarında müəyyən dəyişikliklər var. Yəni, uşağın bağırsağı inkişaf edəndə, yəni sinir sistemi aşağı ətraflarda inkişaf edəndə uşaq bağırsağı yığıb saxlaya bilir. Yəni orada bağırsağın sonluğunda sfinkterlər olur. Onlar bağırsağı yığır və yaxud da buraxır. Və bu yığıb boşaltma sinir sisteminin inkişafı ilə bağlıdır. Məsələn, biz əlimizi yumub bağlayanda bunu yumub bağlayan nədir? Əlimizdəki sinir sistemidir ki, əzələlərə komanda verir, yığılır və yaxud açılır. Və burada da sinir sistemi 1 yaşında inkişaf edir deyə artıq iradi olaraq uşaq bağırsağını yığıb saxlaya bilir. Yəni öz nəcisini saxlaya bilir. İstəyəndə buraxır, istəyəndə buraxmır. Amma bura qədər, yəni 1 yaşına qədər mən normalda ortalama 1 yaş götürürəm. Bu bəzi uşaqlarda yaş yarım da ola bilər, 1 il, 2 ay da ola bilər. Bəzi uşaqlarda daha tez inkişaf edə bilər. Yəni bu biraz nisbidir və bu normaldır. Bu inkişafa qədər, bağırsaq inkişaf edənə qədər uşaq zaten bağırsağını idarə edə bilmir deyə biz uşağa tualet tərbiyəsi verməməliyik. Çünki uşaq siz ona tərbiyə verəndə o başa düşməyəcək ki, siz ona nə demək istəyirsiniz. Yəni ondan niyə bunu tələb edirsiniz? Amma 1 yaşında ki, bağırsaq inkişaf edir, onda uşaq onu yığıb saxlamaqla və buraxmaqla xüsusi bir həzz alır. Birinci, özü kontrol edə bilir deyə idarəçiliyindən, kontrol edə bilməyindən həzz alır. Bu psixoloji uşağa həzz verir. İkinci, sinir sistemi inkişaf edib deyə onu büzməklə, buraxmaqla oradan həzz alır, bioloji həzz alır uşaq. Və Freydə görə bu həzz alma uşağa stimul verir ki, yəni o nəcisini saxlayır və yaxud istəyəndə buraxır. Yəni onu bunu öyrənməyə, tualet tərbiyəsini öyrənməyə təşviq edir. Biz uşağa tualet tərbiyəsini verərkən bəzi valideynlər uşaqlara, ümumiyyətlə uşağın xarakterindən də asılıdır. Bəzi uşaqlar tez öyrənir, bəzi uşaqlar özü buna maraq göstərir, qarşılıqdan xoşu gəlir. Bəziləri isə çox inadkar olur, ümumiyyətlə istəmir, pampresdən çıxmaq istəmir. Ümumiyyətlə bir şey öyrədərkən uşağı həmin şeyə təşviq etmək lazımdır. Qarşılıqda oturmağı ana valideyn olaraq untazda oturaraq uşağa göstərə bilər nümunə olaraq. Ki, məsələn, pampresə yox, bax belə, tutaq ki, bu mənim qarşılığımdır, biz də sənə də qarşılıq almışıq, oturaraq ona göstərə bilər. Bunu əyləncəli hala gətirə bilər. Gəl gedək bir yerdə, əla, supersən, qarşılığa getmək, tualetə istəyirsən. Çünki nəyə görə? Uşaq bu dönəmdə sinir sistemi inkişaf eləyəndə uşaq özünü belə sıxıb saxlayır, belə nəcisini sıxıb saxlayır. Valideyn bunu hiss edir ki, artıq o bağırsağını saxlaya bilir. O anı görəndə tez gülə-gülə və yaxud əyləncəli, sanki nəsə bir olmuş kimi uşağı aparıb qarşılıqda özü untaza oturub uşağı da qarşılıqda oturtura bilər və ona öyrədə bilər bunu. Yəni bir proses olaraq, bir əyləncəli, həmrəy bir yerdə bunu uşağa göstərə bilər ki, uşaqda maraq, yəni valideynlə hansısa prosesi bir yerdə etmək uşaq üçün əyləncəlidir. Uşaq bunu istəyir. Və uşağı buna təşviq edə bilər. Afərin, davay elə və s. bu kimi. Və uşaq bunu edəndən sonra mükafatlandıra bilər. Afərin, öpə bilər, sıxallaya bilər. Malades, sən bacardın. İndi hər öz dilində necə istəyirsə. Və yaxud atası gəlir evə, atasına bunu göstərə bilər, deyə bilər ki, bugün bilirsiniz, qızım neyinib və yaxud oğlum neyinib və s. Bunu uşağa təşviq edirik və əyləncəli hala gətirib bunu edirik
və edəndən sonra da uşağı tərifləyirik. Bəli, uşaq bunu etmək ümumiyyətlə istəmir. Yəni qaşıqda oturmaq istəmir. Çünki uşaq üçün təmizlik anlayışı yoxdur, gigiyena yoxdur, sosial qayda yoxdur. Onun üçün bunların heç bir maraqlı deyil. O sadəcə olaraq instinktiv olaraq istədiyini etmək istəyir. Yəni mən nə istəyirəmsə onu edəcəm. Ona maraqlı deyil ki, bu qaşıq nəyə lazımdır? Gül kimi pampresmi edirəm də, bu qaşığı niyə etməliyəm? Bu nəyə lazımdır və s. düzdürmü? Çünki onun utanmır, kompleksi yoxdur, təmizlik anlayışı yoxdur. Amma bəs niyə edir? Çünki valideynin sevgisini qazanmaq istəyir. İstənilən uşaq özünü valideynin yanında təsdiq etmək istəyir deyə, özünü valideynə sevdirmək istəyir deyə biz istənilən qaydanı bu şəkildə uşaqla əyləncəli hala çevirərək, onu buna təşviq edərək, sevdirərək və sonra tərifləyərək etdirə bilərik. Çünki o valideyndən alqış almaq istəyir, dinlənilmək, təsdiq eləmək özünü. Yəni mən qəbullanıram, məni sevir, mən nəsə etdim, mən bacarıqlıyam, mən yetərliyəm. Yəni uşaq bunu hiss edir bu prosesdə. Ona görə də biz bu şəkildə uşağa bu davranışları öyrədə bilərik. Növbəti videoda isə biz uşağa doğru bunu etməsək, yanlış etsək, onu məcbur etsək və yaxud acıqlansaq, uşaqda nə baş verə bilər? Onun xarakteri necə formalaşa bilər? Gələcəkdə onda hansı xəstəliklər psixoloji olaraq yarana bilər? Bu haqqda danışacağam. Ümumiyyətlə, qarşılıq təlimi verəndə uşağın psixikasına nə formalaşır? O gələcək həyatına necə təsir edir? Bunlar haqqında danışacağam.